Hər vaxtınız xeyir əziz şagirdlər. Blok imtahanına az bir müddətin qaldığını nəzərə alaraq sizin üçün nisbətən çətin mövzular sırasına daxil olmuş tabeli mürəkkəb cümlə haqqında bir sualın izahını edəcəm. Və sualı izah etdikdən sonra yenə də sizə hər hansı bir qaranlıq qalan bir məqam olarsa, siz rəy bölməsində də öz suallarınızı verə bilərsiniz. Vaxt itirmədən sualın izahına baxaq. Nümunə haqqında hansı fikirlər doğrudur? Bilirsənmi, atıb getmək ilə məni gülüm, qapıları bağlayıb, açmış qucağın zülüm. Baş cümlə əvvəl, budaq cümlə sonra işlənmişdir. Biz qayda keçərkən hansı məqamlarda baş cümlənin birinci, budaq cümlənin ikinci, hansı məqamlarda isə budaq cümlənin birinci, baş cümlənin ikinci gəldiyini öyrənmişik. Və öyrənmişik ki, cümlə içərisində mi ədatı varsa, orada budaq cümlə birinci, baş cümlə isə ikinci gəlir. Bu hər zaman amma belə olmur. Bunun belə deyim də daha asan, daha sadə bir yolu var. Əgər gördüyünüz mini anda ilə əvəz eləyə bilirsinizsə, o zaman burada budaq cümlə birinci, baş cümlə isə ikinci gəlmiş olacaq. Yox, əgər əvəz edə bilmirsinizsə, o zaman orada mi heç bir bağlayıcı vasitə deyil. Bu bir. İkinci, əgər cümlədə mini sual yaradırsa, məsələn, buradakı kimi, bilirsənmi, atıb getmək ilə məni sual yaradıbsa, onda o bağlayıcı vasitə deyil. Amma o sual yaratmırsa, öz funksiyasını itirirsə, o zaman orada o bağlayıcı vasitə olur. Məsələn, baxın, belə bir nümunə deyim. Gəldinmi, xəbər et. Gələndə xəbər et. Deyə bildim. Deməli, burada mi öz funksiyasını itirib. Çünki orada artıq o sual yaratmadı. Ona görə orada o bağlayıcı vasitədir və mi'nin iştirak etdiyi cümlədə budaq birinci, baş isə ikinci gəlir. Burada isə, bu cümlədə isə o sual funksiyasını yerinə yetirir və anda ilə əvəz edə bilmədiyimiz üçün, deməli, mi burada sual ədatıdır, heç bir bağlayıcı vasitə deyil. Bəs nə bilək ki, biz bu cümlədə baş əvvəl, budaq sonra gəlir. Və yaxud da budaq əvvəl, baş sonra gəlir. Baxın, bunun da bir sadə yolu var. Ki, bir də sa. Görsəz ki, cümlə yalnız intonasiya ilə bağlanıb, o zaman ki'dən və sa'dan istifadə edirsiniz. Əgər ki'ni qoya bilirsinizsə, məsələn, bilirsənmi ki, atıb getmək ilə məni gülüm qoya bildim. O zaman birinci baş, sonra budaq gəlir. Əgər sa'nı bərpa edə bilərəmsə, o zaman birinci budaq, sonra isə baş gəlir. Hər zaman deyə bilmərik ki, %100 ki'ni gördüksə, baş birinci, budaq ikincidir. Bunun da bir neçə məqamı var. Onunla da bağlı sual izahları olduqca mən onu da qeyd edəcəm. Ona görə də burada biz ki'ni bərpa etdik deyə, baş cümlə əvvəl, budaq cümlə sonra gəlir. Bir doğrudur. Budaq cümlədə baş cümlənin hər ikisi işlənmişdir. Birinci cümlə baş cümlə olduğu üçün, ikinci cümlədə budaq cümlədir. Qapıları bağlayıb, açmış qucağın zülüm, mübtəda, bağlayıb, xəbər. Bəli, hər iki baş cümlə iştirak edib. Budaq cümlə baş cümləyə mi ədəti ilə bağlanmışdır. Buna toxunduq deyə təkrar danışmırıq bu haqda. Budaq cümlə əvvəl, baş cümlə sonra işlənmişdir. Dedik, birinci baş, daha sonra budaqdır. Budaq cümləyə baş cümləyə intonasiya ilə bağlanmışdır. Bəli, intonasiya ilə bağlanmışdır. Biz isə ki'ni və ya sa'nı bərpa edərək cümlədə birinci budağın yaxud da baş cümlənin gəldiyini də təyin etmiş olduq. Ona görə cavab olur 1, 2, ikinci xətt çəkmişəm, 2, bir də 5. 1, 2, 5 cavab olur A.